Hər kəsə salam. Bu reseptlə pişirilən aladzi alınmaya bilməz. Çox dadlı, zərif və pışlı aladzi alınır. 1 yumurta, 1 çimdik duz, 3 xörək qaşığı şəkər. Şəkəri az da ata bilərsiniz əgər şirin istəmirsinizsə. Və ilıq 1 stəkan qatıq əlavə edirik, qarışdırırıq. Üzərinə 230 qram un və qabartma tozu ya da ki soda əlavə edirik. Yaxşıca qarışdırırıq və burada bir nüans var. Qarışdırandan sonra xəmirə bir daha əl vurmuruq. 10 dəqiqə saxlayırıq və başlayırıq bişirməyə. Yağı yaxşı qaynar olandan sonra xəmirə əlavə edirik və bişiririk. Bu reseptlə illərdir bişirirəm və hər dəfə də çox zərif, incə, dadlı aladzi alınır. Xama ilə, bal, doşab, nə ilə istəyirsiniz, bunu yeyə bilərsiniz. Çox dadlıdır. Siz də hazırlayın, nuş olsun.